Salam, hər vaxtınız xeyir olsun. Hörmətli tamaşaçılar, Ekonomiksin bu saat olan buraxılışını təqdim edirik. Biz ayrılan 20 dəqiqə ərzində həm ölkədə, həm dünyada baş verən ən son iqtisadi xəbərləri barədə məlumat ala biləcəksiniz. İlk xəbərimiz. Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı məhsulunun istehsalına başlanılacaq. Bu məqsədlə hökumət ekoloji təmiz kənd təsərrüfatı layihəsini təsdiqləyib. Layihənin icrasına mart ayının 1-dən başlanılacaq. BMT-nin Kənd Təsərrüfatı Təşkilatı FAO-nun dəstəyi ilə hazırlanan layihə çərçivəsində Azərbaycanın ixrac bazarlarının müəyyənləşdirilməsi, prioritet sahələrinin inkişafı, bu məhsulların sertifikatlaşdırılması, rəqabət qabiliyyətli ekoloji məhsulların araşdırılması və digər məsələlər müəyyən olunacaq. 2 illik layihənin dəyəri isə $200.000. Ölkəmizdə icbari tibbi sığortanın maliyyələşdirilməsi modelinə yenidən baxılacaq. Dövlət Sosial Müdafiə Fondunun sədri Elmam Mehdiyə belə deyib. Onun sözlərinə görə bu məqsədlə işçi qrupu yaradılıb, işçi qrupu maliyyə modelinin nəzərdən keçirilməsi və alternativlərin hazırlanması ilə məşğul olacaq. Mütəxəssislər hesab edirlər ki, yeni model Azərbaycanın sığorta bazarının sürətli inkişafına təkan verəcək. Kimlərin ki, tibbi sığortanı aparmağı lisenziyası var Maliyyə Nazirliyinin, onlar bu sistemin üzvü olacaqlar və onlar təbii ki, əhaliyə də imkan verilməlidir ki, onlar istədiyi sığorta şirkətini sərbəst şəkildə seçsinlər. Həmin o sığorta şirkətlərindən onlara lazım olan tibbi sığorta, icbari tibbi sığorta proqramını seçəcəklər, onun haqqını ödəyəcəklər ya işə götürən tərəfindən, ya özləri tərəfindən və yaxud da dövlət büdcəsi tərəfindən. Bu ödəniləndən sonra onlar Azərbaycanın, Bakının və Azərbaycanın digər bütün şəhərlərində istənilən tibb müəssisəsində pulsuz tibbi yardım almaq hüququna malik olacaqlar və onlara göstərilən xidmətlərin haqqını isə sığorta şirkətləri ödəyəcəklər. Gürcüstandan Azərbaycana minik avtomobili idxalı azalıb. Bu barədə Gürcüstanın statistika xidməti məlumat verib. Yanvar ayında qonşu ölkədən 2380 ədəd minik avtomobili gətirilib. Bu isə 25% yaxın azalma deməkdir. Səbəb kimi aprel ayından Azərbaycanda Avro 4 ekoloji standartlarının tətbiqinə keçid göstərilir. Qeyd edək ki, 2013-cü ildə ölkəyə 3000-ə yaxın minik avtomobili idxal olunur. Avtomobil idxalının aşağı düşməsi iki ölkə arasındakı ticarət dövriyyəsinin həcminə də təsirsiz ötüşməyib. Ötən ay qonşu ölkədən Azərbaycana $37 milyon məhsul idxal edilib, yəni keçən ilin eyni dövrünə nisbətən 19,5% az. İndi isə xarici xəbərlərə nəzər yetirək. Ukrayna iqtisadiyyatı default həddinin astanasındadır. Əhali kütləvi şəkildə banklardakı vəsaitlərini geri çəkir. Bu isə ölkədə bank böhranının yaranacağına zəmin yaradır. Mütəxəssislər böhrandan qurtulmaq üçün bir neçə problemin həllini tövsiyə ediblər. Ukraynada siyasi vəziyyət qismən sakitləşsə də, iqtisadi sferada böhran həddi qorunmaqdadır. Ölkənin dövlət borcu günbəgün artır. Ümumdaxili məhsul göstəricisi isə ən kritik nöqtədədir. Avropalı analitiklər isə rəsmi Kiyevin təcili şəkildə yeni islahat proqramını tətbiq etməyə çağırıblar. Onlar ölkədəki vəziyyəti dəyərləndirərək 7 vacib şərtə əməl olunmasını tövsiyə ediblər. İlk şərt pensiya çıxanların yaş həddinin kişilərdə ən azı 2 il, qadınlarda isə 3 il artırılmasıdır. Bu yolla hökumət yaxın zamanda dövlət xərclərinə 5% qənaət etmiş olacaq. İkinci şərt isə ölkə əhalisinə satılan təbii qaz qiymətinin 50% artırılmasıdır. Bir müddət öncə sabiq baş nazir Nikolay Azarov bu addıma getməyəcəyini bildirsə də, hazırda rəsmi Kiyev üçün bu addım qaçılmazdır. Üçüncü tələb olunan şərt vergi ödəyicilərinə güzəştlərin ləğvi və faizlərin artırılması tövsiyəsidir. Bu isə büdcə daxil olmalarını 15% artırır. Dördüncü lazım addım isə subsidiyaların dayandırılmasıdır. Bundan əlavə olaraq bir çox dövlət müəssisələri də özəlləşdirmə üçün açıq elan olmalıdır. Mütəxəssislərin tövsiyə etdiyi 5-ci addım isə əlavə dəyər vergisi ilə bağlıdır. Onlar hesab edirlər ki, kənd təsərrüfatı regionlarında əlavə dəyər vergisi güzəştləri tamamilə aradan qaldırılmalıdır. Bundan əlavə dövlətə məxsus kənd təsərrüfatı ərazilərinin də açıq satışa çıxarılması da məsləhət görülür. Sonuncu təxirə salınmaz addımlar isə dövlət işçilərinin ixtisarı və işsizliyə görə verilən müavinətlərin azaldılmasıdır. Mütəxəssislər hesab edirlər ki, əgər bu tələblər yerinə yetirilərsə, Ukraynanın heç bir əlavə maliyyə yardımına ehtiyacı qalmayacaq. BP şirkəti bu il ərzində neft hasilatının daha 15% qədər artmaq planlaşdırır. Şirkət rəhbəri Robert Dudley bildirib ki, yeni yataqların kəşfi hədəfə vaxtından əvvəl çatmağa təkan verəcək. 2014-cü ilə müsbət nəticələrlə başlamışıq. Yeni yataqlarda aparılan geoloji kəşfiyyat işləri uğurla davam etdirilir. Əgər hasil edilən neft gözlənilən keyfiyyətdə və həcmdə olarsa, illik kvotamız avqust ayına qədər tamamlaya bilərik. 2013-cü ildə dünya neft bazarında mövqeyimiz bir qədər zəifləsə də, cari ildə bunu bir qədər yaxşılaşdıracağıq.
Bəzən təsadüf nəticəsində baş verən tapıntı belə qiymətli metallar bazarında canlanma yarada bilər. Ötən gün dünyanın iki fərqli məkanında, Amerika Birləşmiş Ştatlarında bir ailənin həyatındakı ağacın altından 19-cu əsrə aid 1500 ədəd qızıl sikkə, Sierra Leone'da isə çəkisi 154 karat almaz tapılıb. Bu hadisələr qiymətli metallar bazarına həqiqətənmi ya təsadüfənmi təsirsiz ötüşməyib. Ötən gün Birləşmiş Ştatların Kaliforniya ştatında bir ailə tərəfindən tapılan xəzinə onların qısa müddətlə varlanması səbəb olub. Belə ki, cütlük təsadüf nəticəsində həyətlərindəki ağacın yanında torpaqda qəribə metal görüblər. Daha sonra həmin hissəni qazaraq içi qızıl sikkələrlə dolu dəmir küplər tapıblar. Mütəxəssislərin apardığı araşdırmadan sonra 1500 ədəd sikkənin 1847-1894-cü illərə məxsus olduğu ortaya çıxıb. Numizmatiklərin fikrincə tapılan dəfinənin içində elə nadir sikkələr mövcuddur ki, hətta hər birinin dəyəri 1 milyon dollardan çoxdur. Tapılan xəzinə qiymətli metallar bazarında canlanmaya səbəb olacağına əminəm. Çünki bu olduqca nadir görülən hadisədir. Əvvəllər batmış gəmilərdə, qəbirlərdə tapılan dəfnələr görmüşdük. Amma mərkəzi küçədə belə bir tapıntının olması ilk dəfədir rastlaşıram. Ötən gün daha bir tapıntı isə Afrikada yerləşən Sierra Leone ölkəsində aşkar olunub. Tapılan almazın çəkisi 153,44 karatdır və bu son 10 ildə tapılan ən böyük qiymətli daşdır. Mütəxəssislərin dəyərləndirməsinə görə almazın qiyməti 6,2 milyon dollardan yüksəkdir. Xüsusi özəlliyi isə daşın həddən artıq ağ olmasıdır. Məlumat üçün bildirək ki, Sierra Leone almaz hasilatı üzrə dünyada 3-cü dövlətdir. Buna baxmayaraq, Afrika və dünya ölkələri arasında ən kasıb dövlətlər siyasında yer alır. Onu da əlavə edək ki, hər iki xəbərdən sonra ötən gecə dünya birjalarında 3 əsas metal, qızıl, gümüş və platinin qiyməti təqribən 0,4%-ə qədər bahalaşıb. Vergilər Nazirliyi Azərbaycanda şou-biznes fəaliyyəti ilə məşğul olanlara xəbərdarlıq edib və hesab edirlər ki, bu bizneslə məşğul olanlar hamısı nümunəvi vergi ödəyicisi deyil. Biz verilişimizin ikinci hissəsində məhz bu mövzuya toxunmaya çalışacağıq. Qonağımız iqtisadçı Zahid Məmmədovdur. Zahid müəllim, xoş gördük sizi. Təşəkkür edirəm. İlk sualımızı elə belə ünvanlamaq istəyirdik. Vergilər Nazirliyinin hesablamasına görə Azərbaycanda 844 şou-biznes fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi var. Yəni, ilk sualımız da belə. İstəyərdik ki, verək, doğrudan bu say hesabı necə hesablanır? Təbii ki, birinci ilk növbədə açıqlayalım ki, vergi nə üçün lazımdır? Əslində bunu hər kəs bilməsi gərekir. Bəzən doğrudan da şou-biznes başqa nümayəndələr anlamır ki, vergi nə qədər vacib şərtlərdən biridir. Dövlət fəaliyyətinin təminatı üçün devlətin fəaliyyətinin maliyyə təminatıdır. Hər bir kəs anlamalıdır ki, devlətimizin güclənməsi üçün ordusunun, səhiyyəsinin, təhsilinin təbii ki, hər kəs buna bağlıdır. Hər kəs bu qatqıda bulunmalıdır. Hər kəs əgər əmək haqqı alırsa, dividend alırsa, başqa sahələrdən gəlir əldə edirsə, sahibkarlıq fəaliyyətlər vergi ödəmək zorundadır, məcburdur. Vətənimizin, dövlətimizin güclənməsi üçün. Qaldı ki, şou-biznes, təbii ki, şou-biznes nədən belə? Say baxıma gəldi, mən hesab edirəm ki, bu say bəlkə də çox aşağıdır. Hələ bu, biraz burada yumuşaqlıq göstərilmiş. Nəzərə alsaq ki, hətta kəndlərdə belə toy biznesi inkişaf edir, qəsəbələrdə, hər yerdə və bunların sayı yetəri qədər çoxdur. Və burada uzun müddətdir ki, söhbət etdiyimiz, əgər bir insan aşırı dərəcədə istehlak mallarını, özünün zənginliyini nümayiş etdirirsə, xüsusilə də şou-biznes əhli üçün, deməli o deməkdir ki, onlar eyni zamanda xərclədikləri vəsait qarşısında vergi ödəməlidirlər. Dünya təcrübəsinə baxdığımızda, dünyada hər bir kəs şou-biznesin əsas başlıca public relations tanıtımı, reklamı vergi ödəyicisinin birinci sırada olmasıdır. O uğrunda mübarizə gedir. Məsələn, Türkiyə təcrübəsini götürsək sadəcə, o sahədə böyük bir yarışma gedir. Hər il, hər kəs ən çox vergi ödəyicisi plakatını almaq istəyindədir. Nədən? Çünki insan qürur duyur ki, ən çox qazanan mənəm. Yəni, sənin reklamın ifadələ deyil, təəccüb edirik ki, yəni bizim insanlar bəzi hallarda özünə 15.000 deyən, qarşılığında vergi ödəyir 100 manat, bu gülüncdür. Bu adamın açıqlamaq lazımdır ki, bu adam 15.000 özünə deyən insan qarşılığında ödədiyi 100 manatdır. Deməli, bunun səviyyəsində səviyyədədir. Bəs niyə vergi ödəmək istəmirlər? Bilirsiniz, yəni marifləndirmə, bəzi də şıltaqlıq,
Bəzi hallarda, təəssüf ki, bəzi hallarda gəlin müəyyən tədbirlərdə bunlar ki, müəyyən dərəcə dəvət edilir. Bunlar zənn edir ki, bu tədbirlərdə iştirak etmək artıq bunların qanunda nəzərdə tutulmuş vergi öhdəliklərindən azad edir kimi düşüncəsinə. Çünki mən bunlardan söhbət etmişəm. Bunlar zənn edir ki, müvafiq tədbirlərdə iştirak etmək, hər hansı bir şou tədbirlərində siz axı bunun qarşısında pul alırsınız. Və ikinci, burada nə etmək lazımdır? Ümumiyyətlə, nə etmək lazımdır? Problem nədir? Axı, dünyada bunun yolu var. Ayrı-ayrılıqda say deyil, 844 say deyildi. Bu şirkət olur. Show business nümayəndələri, mən dəfələrlə onlarla görüşmə sırasında mənim görüşmələrim oldu. Televizyon ekranında da elementar suallara təbii ki, bəziləri ümumiyyətlə anlayışı yox. Nə etməli? Bunlar şirkətləşməyə getməlidir. Dünyada olduğu kimi. Məsələn, bunlar şirkətləşir. Müvafiq bir şirkətdə və dəyişik kontraktların imzalamasında şirkətlər bunlara yönəlik, bunların hüquqi maliyyə təminatına məsələn, bunlar məşğul olur. Məsələn, bunlar şikayət edir ki, biz gələcəkdə qocaldıqda pensiya təminatımız olmayacaq. Bunlar çünki şeyləri yoxdur. Amma bunlar rəsmi qayda vergi deməli, ödəyicisi olsalar, Dövlət Sosial Müdafiə Fonduna ayrımalar etsələr, rəsmi qayda vergi deməli, gələcəkdə pensiyalara təmin ola bilərlər. Ümumiyyətlə, hesab edirəm ki, Mədəniyyət və Turizm Nazirliyi bunlara yönəlik bir kurs düzənləməlidir. Bu kurs sonrası bunların şirkətləşməyə gedilməsi haqqında bunlara bıraxılmalıdır. Çünki vəsait çoxdur, bunlar şirkətləşib, artıq dəyişik tədbirlər üçün deməli, kontrakt çərçivəsində və vergi üçün çox asan olacaq. Artıq ayrı-ayrı fərqlərlə deyil, bütün bir şirkətlə məsələ müzakirə ediləcək. Zaten Vergilər Nazirliyi hesab edir ki, onların fəaliyyəti bundan sonra daim nəzarətdə saxlanacaq. Bax, bu nəzarəti necə həyata keçirir? Mən hesab edirəm ki, nəzarətdə deyəndə təbii ki, burada istər səyyar, istər kameral yoxlamalar gedər, istər vətəndaşlar tərəfindən, istər deməli, toy məclisini onları sifariş edənlər tərəfindən o bilgiləri alıb, müvafiq dərəcədə dəyərləndirmələr aparıla bilər. Amma burada bir şey var. Biz sadəcə Azərbaycan şou biznesini ifadə etdik. Nəzərə alsaq ki, bugün dünyada bütün axın, show biznes axını Bakıyadır. Və nəzərə alsaq ki, bir bilet 1000 manata satıldığı halda bunlar niyə nəzərdən qaçır? Bunları da nəzarətə götürməmiz gerekir. Nəzərə alsaq ki, yeni il bayramlarında xarici ölkələrdə 1000 manata yaxın bilet satışları həyata keçildiyi halda acaba bunların ödədikləri vergi nə qədər olmuşdur? Bunları da biz sorğulamalıyıq. Və görsək ki, o yabancı xarici show business nümayəndəsi Azərbaycanda vergi ödəməyib, biz ona embargo uygulaya bilərik. O embargo yönləri də pul itirə bilər. Sorğulamaq lazımdır zaten. Ya bu kontraktsız bu gələ bilməz ki, miqrasiyada müvafiq qurumlarda sənədləri var, kontrakt var. Tarkan özünə imkan verərmi onun dəyəri müqavilədə 50 manat göstərilsin və ya ən ciddi özünə hörmət edən kimləri ifadə etsəniz. Təbii ki, onlar kontraktın ən yüksək məbləğdə olmasını istəyəcək. Futbolisti götürün. Hansı futbolist öz kontraktının aşağı olmasını istər? Tam tersi, ən yüksək kontrakta yazılır, təbii vergi də ödəyir, o qürur duyur. Nədənsə bizdə mən anlamıram. Sən özüə televizyon ekranda 15 bin, 10 bin ifadə edəcəksən, ödədiyin vergi 100 manat olacaqdır. Bu qəbul edilməzdir. Xarici ölkələrdə həmin o siz dediyiniz show biznes nümayəndələri həm də ictimaiyyətin diqqət mərkəzindədir. Bəlkə Azərbaycanda bununla bağlı ictimai qınaq yoxdur. Tamamilə haqlısınız. Bilirsiniz, televizyon ekranlarında tamamilə haqlısınız. Mən bunu hesab edən bizim jurnalistlərdə də günah var. Bunların sənəti ilə deyil, bunların vergi ödəyicisi ictimaiyyətdə iştirak payı deyil, sadəcə bunların həyatına yönəlik verilişlər hazırlanır. Xarici ölkələrdə fərdi qaydada insanın fəaliyyəti şırlanmır. Sadəcə o adamın ictimaiyyətdə tutduğu yer. Tam tərsi onlar qururdur. Mənim yadıma düşdü, Sibelcan ərizə ilə müraciət etmişdi, Sibelcan. Ki, mən məktəb tikintisinə istəyirəm valiliyə, qaymakamlığa. Böyük bir axındır, Müslüm Gürses, Barış Manco, Zəki Müren vəfat etdiyi sırada bu qədər qohumları olduğu arada bütün vəsaitini Mehmetçik Vakfına vermişdir. Siz düşünün nələr olur. Koç təhsil vakfına bütün paralarını ödəmişdir. İnanılmaz şeylərdir, bu nə tərbiyədir, bu nə düşüncədir. Nədən bizdə o zaman bu belədir? Bu qədər pul qazanan insanlar niyə bizim tariximizə, bizim keçmişimizə baxmırlar? Bizdə bu tərbiyəni necə formalaşdırmaq lazım? Siz əgər biz nəzər alsaq ki, bugün doğrudan da bizdə böyük işlər görülür. Xüsusilə də Heydər Əliyev Fondu təsəvvür etinin ki, məktəblərin tikintisində, uşaq bağçalarının təmirində, istənilən məsələlərdə nə qədər dəstək olur. Və mən hesab edirəm, bu örnək olmalıdır bizim insanlara. İnsanlar baxmalıdır, iş adamları,
böyük sahibkar, show-biz nümayəndələri hamısı gəlib bir belə deyək də kollektiv şəkildə gəlib Mədəniyyət və Turizm Nazirliyinə müraciət etməlidir ki, bax biz də məktəb tikmək istəyirik. Biz də incəsənət. Bilirsiniz, sadəcə dövlətdən bugün mədəniyyət mərkəzlərinin tikintisi gərəkmir. Bakın, Türkiyə gəlir. Türkiyədə hər yerdə hər bir aktyor üçün tanınır, bütün aktyorlar. Hər bir aktyorun özünün sənət evi var. Pulsuz, parasız devlət həm vergi ödəyir, həm də uşaqların təhsilinə deyir ki, bizdən sonra insan yetişsin. Biz gözlüyük klublarda devlet ödesin, her şey devletten gözlemi olmaz. Bakın ne kadar bizim ustadlarımız var. Kemançı ustadlarımız, tar ustadlarımız ve doğrudan da devlet tarafından büyük kaygı var. Yani dünyanın hiçbir ülkesinde, bak bütün dünya özür dilerimse, devlet tarafından kaygı Azerbaycan kadar bizim medeniyet sayesinde dünyada tapabilmezsen. Bu kadar buna kaygı, destek olmak karşısında onlar neydir? Bak bu sualı cevabı. Axı bu qarşılıqlı olmalıdır. Devlətin güclənməsi vergi ödəyicisine bağlıdır. Eğer biz gələcəyimizi güclü etmək istəyiriksə, hər bir şəxs anlamalıdır ki, vergini ödəməklə devlet fəaliyyətinin maliyyə təminatında iştirak edəcəkdir. Sahibkarlar vergiden yayınarlarsa onlara karşı ciddi inzibati tədbirlər nəzərdə tutulur. Və siz də qeyd etdiniz, show biznes əhli üçün, yəni bunları vergiyə cəlb etmək üçün son olaraq hansı təklifləriniz verirsiniz? Mən təklif edirəm, bunlar maarifləndirmə. Bilirsiniz, biz ifadə edirik cəzalandırma. Çoxsu da orada xəbəri yoxdur. Yəni yalnız maarifləndirmə ehtiyacları var. Bilirsiniz, bakın, mən Türkiyədən götürürəm də, bu televizyona çıxmaq üçün, PR etmək üçün maşını göstərsə, göstərtməzlər. Öz fəaliyyətini göstərsə, bir dənə buna qalır, məktəb tikintisində iştirak eləsin. Desinlər ki, filan kəs məktəb tikintisində iştirak. Yəni gündəmdə qalmaq üçün. Və insanlar deyir, mənim verdiyim pul halal olsun. Bu adam aldığı pulla məktəb tikib, kitabxana tikib, yollar tikib, bulaq tikib. Bilirsiniz, məscid, mədrəsə tikmək uğrunda Türkiyədə mübarizədir. Fransada, düzdür, Fransada üzücü bir hadisə oldu. Jérôme Depardieu vergiden dolayı təəssüflər olsun ki, vətəndaşlıqdan imtina etdi. Bu da üzücü bir şey. Amma vergi elə bir şeydir ki, yenə deyirəm ki, devlətin maliyyə təminatıdır. Yəni, dövlət hansı tədbirləri görməlidir? Yəni, vergi naziri hansı tədbirləri? Mən hesab edirəm ki, çox gözəl. Mən hesab edirəm ki, onları dəvət edib, maarifləndirmə və şadlıq evlərinə, şirkətləşmə sisteminə gedirik. O sistemi mən uzun müddətdə hazırlayıb vermişdim konsepsiyanı. Söhbət əsnasında televizyon ekranlarında mən söyləmişdim. Şirkətləşməyi ayrı-ayrı fərqlər qarşısında deyil, şirkətləşmə. Həm də pensiya təminatları olacaqdır. Və üçüncü, şadlıq evlərinə bir qayda olar və vətəndaşlara qaynar xəttə zəng edib söyləmələrinin gərəkir. Müqaviləsiz toyda oxumaq qadağan olsun. Müqaviləsiz. Çünkü orada bir hadise olar, səsi tutular falan olar. Heç bu pensiya təminatı olur. Özünü şöyle sigorta ettirsin. Bakın burada sigorta prosesi de olacaktır. Müqavilə də, əmək, müfəttişli, bütün sistem işləyəcəkdir. Yəni, müqaviləsiz, buna Əmək və Sosial Müdafiə Nazirliyi də üzərində məsuliyyət düşür. Ümumiyyətlə, müqaviləsiz istənilən fəaliyyəti qadağan olmalıdır. Zahid, mən təəssüf edirik ki, vaxtımız azdır. Maraqlı təkliflərinizə görə sizə təşəkkür edirik. Bir daha qeyd edim ki, qonağımız iqtisadçı Zahid Məmmədov idi. İndi isə vaxt dünya birjalarında baş verən proseslərin təqdimatıdır. New York əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında light markasından olan neftin bir barelinin qiyməti $102.34, yəni 0,8% ucuzlaşıb. London qitələri arası birjasında hərraca çıxarılan Brent nefti isə 0,9% enib və indi $109.35 satılır. Amerikanın fond bazarlarında qiymət artımı qeydə alınıb. Dow Jones dəyişməyib, S&P 500 və Nasdaq 100 indekslər təxminən 0,2-0,13% bahalaşıblar. Yaponiya Nikkei 225 indeksi 0,1% ucuzlaşıb. Avropa birjaları isə mənfi dinamika nümayiş etdiriblər. Almaniyanın DAX-ı 0,4% enib, Britaniyanın FTSE 100 isə 0,46% dəyərini itirib. Qızıl 0,28% ucuzlaşıb və bir unsiyası təxminən $1327 təklif olunur. Gümüş dəyərini 0,17% itirib, hazırda onun hər unsiyası $21.08 satılır. Platinin qiyməti $1422, palladium, mis və alüminium da ucuzlaşan metallar sırasındadır. Avro dolların məzəmməsi 1.3686-dır, dollar yen 102.38-ə yüksəlir, funt sterling dollar isə 1.66-72-yə mübadilə olunur. Azərbaycan manatının digər valutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzəmmələr
Dollar təxminən 78 qəpik yarımdır. Avro 1 manat 8 qəpiyə mübadilə olunur. Rusiya rublu 2,2 qəpik, Türk lirəsi isə 36 qəpiyə yaxındır. İndi isə sözü həmkarım Pərviz Musayevə vermək istəyirəm. O, təbii ki, sizi bu saat olan ən son idman yenilikləri ilə tanış edəcək. Hər vaxtın xeyir olsun, Pərviz. Hər vaxtınız xeyir olsun, Rasim. Xoş gördük. Bu sözü yenə sənə vermək istəyirəm. Bu saata hansı maraqlı xəbərləriniz var? Rasim, öncə onu qeyd etmək istəyirəm ki, bizim buraxışımızın ilk xəbəri nəyə həsr olunur? Velosiped idman növünə həsr olunacaq ilk xəbərimiz. Belə ki, Azərbaycanın ilk peşəkar velosiped komandası olan Sinerji Baku Asiya turlarında mübarizə aparır və Malayziyada təşkil olunan Langkawi turunda kifayə və nüfuzlu bir yarışda bugün birinci mərhələ keçilir, yəni vaxt fərqini nəzərə alaq. Ora bizdən 7 saat qabağadır və artıq orada birinci mərhələ başa çatıb, müəyyənləşib qaliblər və sevindirici haldır ki, fəxri kürsüdə Azərbaycanın komandasının bir nümayəndəsi də var. Kimdir o? Buraxılışımızda daha ətraflı məlumat verəcəyim. Və bundan başqa bir xəbərimiz də olacaq. Belə ki, Azərbaycan bu il yeniyetmələrin Nanjikdə keçiriləcək ikinci olimpiya oyunlarına bir lisenziya qazanıb, üzgüçülük idman növü üzrə onunla bağlı qonağımız olacaq, söhbət aparacaq bu baş verilmiş yarışla bağlı və dünyanın ən tanınmış futbolçularından biri olan Samuel Eto'o ilə bağlı şok bir fakt ortaya atılıb ki, Eto'o, yəni bizim futbolumuzda olan bir deyim var, lipa. Yəni onun lipa olduğu, yəni yaşını süni şəkildə azaltdığı ilə bağlı iddia atılıb ortalığa və Çempionlar Liqasının dünən oynanılan qarşılaşması və buraxışımızın əsasını bu xəbərlər təşkil edəcək. Uğurlar sənə Pərviz. Hörmətli tamaşaçılar, bizə ayrılan vaxt isə burada bitir. Ən yeni iqtisadiyyat xəbərləri ilə tanış olmaq istəyirsinizsə, Ekonomiksin axşam buraxılışında qaçırmayın. Hələlik.